Tamaşaçılarımız soruşur ki, elə Patibə İrandan danışmışkən, İran-Amerika müharibəsi onun fikrincə gözləniləndirmi və bu bizi hansısa formada sarsıdacaqmı? Yoxsa Biz bundan ümumiyyətlə İranla normal qonşuluq münasibətlərin bir mənalı tərəfdarıyıq. Çünki böyük qonşular, güclü qonşularla normal səviyyədə münasibət qurulmalıdır. İqtisadi münasibətin olması da çox bizim üçün zəruridir. Təbii ki, İrandan atılan müəyyən addımlar vardı. İndi bundan biraz geri çəkilmələr varsa, bizlər buna çox müsbət yanaşırıq ki, münasibət normallaşsın. Hər halda bütün hallarda Amerikanın İrana vurduğu zərbə həm də bizə dəyən zərbə olacaqdır. Niyə? Qaçqın dalğası olsa əziyyətini biz çəkəcəyik. İqtisadi münasibətlərimizə böyük zərbə olacaqdır. Və qonşuda bir yanğın olanda bizim o tüstüsü ən azı, özü yanğın gəlməsə, tüstüsü bizə bir mənfi təsir eləyəcək, boğula bilərik. Ona görə də biz çalışmalıyıq ki, bu müharibə olmasın. İran da ağıllı siyasət yeridərək Amerika ilə dil tapıb məsələləri öz məcrasına qoymalıdır. Yəni artıq bu standartlarda deyək ki, dayan doldurumla İsrailə 5 dənə raket atmaqla İsrailə bir şey təsir eləyə bilmirsən. Amma normal mədəni bir dövlət qurmalısan, təhlükəsiz dövlət qurmalısan. Bilirsiniz nətər, bəzən o dindarlar məsələsində olanda bəzən qınayırlar ki, bizi qısnayırlar, bizi xaricdən falanlar. İnsan özü başqasını qorxutmamalıdır. Yəni mən salamat bir adam, hamı baxır ki, bu salamat adamdır, mömin adamdır, heç kim toxunmur. Dövlət də elədir. Dövlət elə siyasət yeritməli. Məsələn, Azərbaycan dövləti nəyə nail oldu? Müəyyən uğur qazanmanın əsas səbəbi nədir beynəlxalq arenada? Başqasını qorxudacaq dövlət kimi ortaya çıxmadı. Yəni mən qonşu üçün təhlükə deyiləm. Ermənistan niyə bu vəziyyəti çəkdi? Qorxutdu hamını. Yəni bir balaca, çırpılı bir ölkə dedi, mən torpaq tutmalıyam, işğal eləməliyəm. Ona görə də İran qorxutmamalıdır bölgəsini. İran artıq özünün mədəni, normal bir ölkə olduğunu, öz sinirləri daxilində adam kimi öz vətəndaşını yaşadığı bir ölkə olmalıdır. Bizə də bu sərf eləyir. Yəni biz İrandan nə torpaq iddiamız var, nə İrandan problemimiz var. Biz sadəcə İrana deyirik, soydaşlarımız var, təbii onlar bizim can ciyərimiz. Mədəni haqqını ver də, məktəb demir, məktəbini aç da. Bu ana dilində oxusun da. Onsuz da dövlətin bütün sütunlarında Azərbaycanlılardır. Elə orada da əslində İran rejimini də qoruyan Azərbaycanlılardır əksəriyyəti. Və bu sistemdə sənə nə ziyanı var adam özü? Prezident öz dilində bir şey deyir, onu məsələn bir hansısa bir formada mane olursa. O olmaz belə şey. Yəni bunlar ona görə də İran da mədəniləşməlidir əvvəl-axır. Və bu Amerikanın təhlükəsi də ən böyük bizə olan təhlükədir. Çünki qonşuya olan Suriyada bir müharibə oldu. Ziyanlı ən çox kimə dəydi? Türkiyə 5 milyon, 6 milyon insanı barındırmalı oldu. İndi də onu demək ağızlığından qutara bilmir.